Bugünkü dərin təhlilimizə xoş gəlmisiniz. Yəni, bugün biz sizin indiyə qədər bizə göndərdiyiniz bəlkə də ən qısa, Dəqiqən qısasıdır. düzdür, amma eyni zamanda ən düşündürücü mənbələrdən birinə baxacağıq. Baxın, siz bizə cəmi bircə cümlədən ibarət bir mətn göndərmisiniz. Cümlə belədir: yumurta qaynadarkən suya diş çöpü atmağın faydaları. Vəssalam. Bəli, yəni arxası yoxdur. Ay sağ ol, nə bir siyahı var, nə bir izah, nə də ki hansısa bir kontekst. Sadəcə dəniz sahilində tapılmış və içində cəmi bir sirli cümlə yazılmış şüşə butulka kimidir elə bil. Çox yaxşı bənzətmədir, doğrudan da elədir. Yəni missiyamız bugün təbii ki sizə o faydaları saymaq deyil, çünki ortada məlumatın özü yoxdur. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Missiyamız əslində bu spesifik və tənha cümlənin niyə beynimizdə dərhal bir maraq qılcımı yaratdığını kəşf etməkdir. Bilirsiniz, burada məsələ məlumatın özündə deyil. Bəs nədədir? Məlumatın yoxluğundadır. Yəni, o yoxluq beynimizlə bir növ oyun oynayır. Psixologiyada biz buna maraq boşluğu, İngiliscə curiosity gap deyirik. Maraq boşluğu. Bu maraqlı səslənir. Yəni baxın, bizim beynimiz həmişə nizamı, tamamlanmış qəlibləri axtarmağa proqramlaşdırılıb. Bir növ hər şeyin səbəb və nəticəsini bilmək istəyirik. Yəni hər şey yerli yerində olmalıdır. Tamamilə düzdür. Və ortaya belə spesifik, amma natamam bir məlumat atılanda beynimizdə kognitiv bir qaşınma yaranır. Elə bir o boşluğu doldurmadan heç cür rahatlaya bilmirik. Deməli, yumurta qaynatmaq kimi, necə deyərlər, dünyanın ən bəsit işinə birdən-birə diş çöpü. Diş çöpü kimi. Gözlənilməz bir şey əlavə olunanda zehnimiz siqnal verir. Bəli, siqnal verir ki, burada bizim bilmədiyimiz, bəlkə də hər gün etdiyimiz o prosesi daha da yaxşılaşdıracaq bir sir var və biz bunu mütləq öyrənməliyik. Mətbəx əslində bizim üçün kiçik bir kimya laboratoriyası kimidir axı. Sizin kimi öyrənməyə meyilli insanlar da belə xırda fənləri kəşf etməyi sevirlər. Bir dəqiqə, yəni bunu belə çox dərin psixoloji bir fenomen kimi təqdim etməmişdən əvvəl bir şey soruşmaq istəyirəm. Buyurun. Bəs bütün bunların mənası nədir? Yəni, siyahının özü əlimizdə olmadığı halda bu cümlə sadəcə internetdə diqqət çəkmək üçün uydurulmuş ucuz bir hiylə deyilmi? Açıq danışaq, Yəni, bəlkə heç ortada sir falan yoxdur. Əlbəttə, bu böyük ehtimalla birbaşa klik toplamaq və diqqət çəkmək üçün qurulmuş bir taktikadır. Amma bizi asıl maraqlandıran, məsələyə daha geniş miqyasda yanaşsaq, o taktikanın niyə bu qədər effektiv işləməsidir. Niyə biz buna bu qədər tez aldanırıq? Ay sağ ol. Biz hazırda məlumat bolluğu, yəni informasiya əsrində yaşayırıq. Hər yerdən üzərimizə hazır cavablar, məqalələr yağır. Təsəvvür edin, kimsə sizə qidalanma ilə bağlı 10 səhifəlik elmi bir mətn versə. Yəqin ki, heç açmaq belə istəmərəm. Düzdür, çox adam oxumadan keçər. Lakin məlumatı gizlədəndə, sizə sadəcə o tapmacanın bir parçasını verəndə, bu sizi pasiv oxucudan aktiv axtarışçıya çevirir. Yəni səni məcbur edir ki, özün gedib axtarasan. Tamamilə. Ortada real bir faydanın olub-olmaması artıq əhəmiyyətini itirir. Önəmli olan odur ki, bu cümlə insanın o kəşf etmə arzusunu çox asanlıqla idarə edir. Yəni, problem məlumatın özündə deyil, bizim o natamamlığa necə reaksiya verməyimizdədir. Bəli. Siz bu mənbəni bizə göndərəndə bəlkə də fərqində olmadan müasir informasiya mühitinin diqqətimizi necə manipulyasiya etdiyini göstərən ən təmiz nümunələrdən birini paylaşmışsınız bizimlə. Özü də bu mexanizm ən çox gündəlik, avtomatlaşmış vərdişlərimizə tətbiq ediləndə güclü işləyir. Yəni, səhər oyanmaq, qəhvə süzmək, yumurta qaynatmaq. Bunları onsuz da avtopilotda edirik də, beynimiz çox da düşünmür. Düzdür. Amma kimsə gəlib o rutinə, xırda, kənar bir obyekt, diş çöpü daxil edəndə, avtopilot qəflidən sönür. Mənbə bizə faktları deyil, düzgün sual verməyi öyrədir. Yəni, bəzən ən yaxşı öyrənmə metodu hər şeyi tam vermək yox, bir boşluq buraxmaqdır. Bəli, insanı tənqidi düşünməyə vadar edəndə elə o boşluqdur. Doğrudan da çox maraqlıdır. Beləliklə, bugün əlimizdəki o bircə cümləlik mənbə bizə praktiki bir mətbəx məsləhəti verməsə də, diqqətimizin necə idarə olunduğunu çox aydın göstərdi. Ən adi işlərdə belə hələ də kəşf ediləcək nüanslar var. Tamamilə razıyam. İndi isə əziz dinləyici, növbəti dəfə mətbəxə keçib o yumurtanı qaynatsanız, qaynayan suya baxıb özünüzə bunu sorun.
Həyatımızda daha hansı diş çöpü kimi kiçik və əhəmiyyətsiz görünən detallar var ki, əslində bütün prosesin nəticəsinə təsir edə bilər? Bəlkə də ən böyük kəşflər elə ən adi vərdişlərimizin içində gizlənib.